əziz şəhid anaları, şəhid ataları. Bugün bizim Pərviz qardaşımızın anım günüdür. Artıq 5 ildir qardaşımız torpağa tapşırılıb, şəhidlik zirvəsinə ucalıb. Və bu 5 il sözsüz ki, şəhidimizin ailəsi üçün, valideynləri üçün çox kədərli və hüzün dolu bir 5 ildir. Ancaq eyni zamanda Pərviz qardaşımız şəhid olmaqla bərabər bizim başımızı ucaltdı, torpaqlarımızı geri qaytardı və o anlardan, 5 il bundan öncəki o günlərdən bu günə bir çox şeylər dəyişdi. Torpaqlarımız bütövləşdi, birləşdi, zəfər qazandıq. Bugün Azərbaycanın hər bir güşəsində, hər bir qarşında bizim doğma bayrağımız ucalır. Və məhz Pərviz qardaşımızın hesabına, digər şəhidlərimizin hesabınadır ki, minlərlə, 10 minlərlə şəhidimizin qisası alındı, heç birinin qanı yerdə qalmadı. Allahdan Pərviz qardaşımıza rəhmət deyirəm, ailəsinə səbr deyirəm. Allah sizə güc versin, qüvvət versin, evinizdə hər zaman xeyir işlər olsun. Məhz şəhidimizin valideynləri, atası, anası hesabındadır ki, belə igid, qəhrəman övladlar böyüdüblər və o övladlar da bizə baş ucalığını qaytardı, torpağımızı geri qaytardı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin şəhidlərimizə. Artıq 5 ildir ki, şəhidlərimiz cənnətdə Allah dərgahında ən yüksək məqamdadılar. Allah Quran-ı Kərimdə də buyurur ki, şəhidlər ölmürlər. Onlar sizin nəzərinizə öldülər. Allah yanında həmişə diridirlər və Allahın ən qiymətli nemətlərindən faydalanırlar. Allah şəhidliyi hər insana qismət eləmir. Və şəhidliyi qismət eləməklə bərabər şəhidlər yüksək məqamda olmaqlıqla bərabər öz valideynlərin də Allah yanında yüksək məqama yetişdirirlər. Çünki onları dünyaya gətirən valideynlər elə bir evlad böyütdülər ki, elə bir evlad yetişdirdilər ki, onlar hər an vətən yolunda, torpaq yolunda, namus qeyrət yolunda canlarını çəkməyə hazır oldular. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Bir daha müharibə olmasın. Allah'tan arzumuz budur ki, bir daha heç bir valideynin, heç bir ailənin gözü yaşlı qalmasın. Allah dövlətimizi, millətimizi, ordumuzu, xalqımızı qorusun. Allah dövlət rəhbərimizi qorusun. Allah nə qədər xarici, daxili düşmənlərimiz var, onların hamd eləsin inşallah. Bunların sayəsində ki, Azərbaycan bütövləşdi, müstəqil Azərbaycan oldu, torpaqlar bütövləşdi. Qoy bizdən sonra gələn nəsillər də şəhidlərimizi unutmasınlar ki, yəni o torpaqlar daim əllərimizdə qalsın. Allah hər birimizdən razı olsun. Allah şəhidlərimizin valideynlərinə səbr inayət eləsin. Və bugün də Pərviz balamızın anım günüdür. Pərviz balamızın şəhid xəbəri gəldiyi bir anda artıq torpaqlarımıza da qələbə xəbərləri gəlirdi. Bugün bir çox Cəbrailin, Füzulinin, məhz elə Cəmilin şəhid olduğu Aşağı Əbdürrəhmanlı kəndində alındığı bir gündür. Yəni bunlar bərabər gəlirdi. Həm sevinçli xəbərlər, həm şəhid xəbərləri. Amma hər bir halda bütün analar, atalar başını dik tutub o şəhidlik məqamını gözləyirlər, yəni onu qəbul edirdilər. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, ruhunu şad eləsin. Hamısına, hamımıza, bütün şəhid ailələrinə Allah səbir versin. Bugün Pərviz balamızın anasına, atasına bolluca səbir versin. Və inşallah da ki, o ailədə inşallah Elcanı evləndirərsiniz. Pərvizin adını daşıyan bir körpə dünyaya gələr. O yaroza məlhəm olar deyərdim. Yəni yara, o təbii ki, sağalan yara deyil, amma hər halda bir məlhəm olar inşallah yaramıza. Və bir daha başımız sağ olsun, başımız sağ olsun. Allah dövlətimizi, dövlət başçımızı qorusun. Allah xalqımızı, elimizi, obamızı qorusun. Bugün bura gələnlər, gəlməyənlər və ürəyi burada olanlar var. Hər birisine Allah can sağlığı versin. Və həmişə başlarını dik tutsunlar ki, Pərviz kimi oğullar bu torpaqları bütövləşdiriblər. Sizə də Allahdan can sağlığı arzulayıram bacı. İnşallah Elcanın toyunu görərsiniz. Biz gəlib inşallah iştirak eləyək orada, sevinə-sevinə. Və dediyim kimi bir nəvə dünyaya gəlsin, o ilə bir yarıma məlhəm olsun. Bacıya Allah səbir versin. Allah analarımıza səbir versin. Bugün bizim uşaqların əskər getdiyi gündür. 4 dənə uşağımızın əskər getdiyi gündür. Mənim şəxsən ən sevimli günüm olub bugünkü gün. Ki mən məliyimi bugün əskər göndərmişəm. Oğlum əskər getdiyi üçün həmişə fəxr edirdim. Deyirdim ki, məliyi bircə dənə mənə hərbi bileti gətirərsən. Deyirdi, ana, mən sənə atstatımı vermişəm, amma bir dənə hərbi biletimi də gətirəcəm sənə, çünki sənin arzun odur. O mənim arzularımı yarımca qoydu. Mən onu bugünkü günü sevinərək, sevinə-sevinə mən o əskər yolladım. Allah, nə bilim, analarımıza dözüm versin. Allah bizim yanımızda olanları
heç birisindən, heç elimizə, obamıza piskin görkəzməsin. Bizə təsəlli verənlərin, yanımızda olanların, dərdimizə şərik olanların Allah canını sağ eləsin. Başqa heç bir sözüm yoxdur. Yəni, an etsin çox çətindir. Körpə şəhidim Pərviz, getdiyin yol əbədi, dönməyəcəksən gerisən. Nə qədər var bu vətən, ölməyəcəksən, dirisən. Sən öz təhsilini yarımçıq qoydun, arzularını yarımçıq qoydun, könüllü olaraq hərbi xidmətə getdin, əskər oldun. Axı sən hardan bilirdin ki, Xarı Bülbülün qisasını alacaq deyib, almağa gedirik deyib, əskər getdin. Axı sən hardan bilirdin ki, vətənin, şanlı vətən tarixinin bir qızıl hərfi də sən olacaqsan. Axı sən hardan bilirdin ki, vətənə çəpər olacaqsan, torpağa sipər olacaqsan. Sən hardan bilirdin ki, Xarı Bülbülün qisasını alanlardan biri olacaqsan. Demək, o həssas kiçik qəlbində sən vətən eşqini yaşadıb getmişsən və bunu Allah bu şəhidliyi, bu zirvəni Allah sənə qismət edib, sənə qoyub. Nə deyək, siz şəhid balalarımız torpağımızın, o tapdanmış torpağımızın qisasını aldınız, Xarı Bülbülümüzü dirçətdiniz, onun qisasını aldınız, rəhmətinizi də, cənnətinizi də öz qanınızla, o tökülən qanınızla, o torpağa tökülən qanınızla özünüz qazandınız. Bizə qalan isə o sizdən bizə əmanət olan torpağımızın, vətənimizin qədrini bilmək, sizin ruhunuzu hər zaman ucadan uca tutmaq və sizin aldığınız torpağa, vətənə sahib çıxmaq əməllərimizlə, işimizlə, saf əqidəmizlə, vətənpərvərliyimizlə, sizin valideynlərinizə, bizə əmanət qoyub getdiyiniz ailənizə hörmət, izzətimizlə sizin borcunuzdan, xəcalətinizdən çıxmaqdır bizə qalan. Allah bütün şəhidlərimizə, şəhid balalarımıza rəhmət eləsin. Dediyim kimi onların rəhmətini də, cənnətini də Allah özü onlara nəsib eləyib, özləri öz əziyyətləri ilə, zəhmətləri ilə, qanları ilə, canları ilə qazanıblar. Biz də Bəli, bala. Kiminsə oğlu olanda göz aydınlığı verirlər. Ardıncalı deyirlər ki, düşmən çəpər olub. O söz mənə əvvəlcə bu uşaqlara şəhid olana qədər qəribə gəlirdi. Düşmən çəpəri deyəndə adicə adam öz məhəlləsini fikirləşir. Öz qonşusunun çəpərini fikirləşir. Mən öz aləmimdən danışıram. Deməli, siz düşmən çəpəri oldunuz. Məhv elədiniz. Erməniləri yerində oturtdunuz. Deyirəm, getdiniz. Dedim, balam getdi. Dedi, əlvida demədin. O salam dedi. Dönərəm ulduza, dönərəm aya, dönərəm yurduma bir bahar dedi. Baharda getmədiniz, payızda getdiniz, yayda getdiniz. Ancaq bir daha geri qayıtmadınız. Sizin getdiyiniz torpaqlarda indi lalələr bitir. Sizin tökülən qanların yerində həqiqətən lalələr bitir. Bir çox yerlərə gedəndə göstərirlər ki, burada şəhid olur. Quru torpaqdır orada. Şəhid olduğu, qanın töküldüyü yerdə həqiqətən görürsən lalələr bitib. Bu yalan deyil. Bir dəfə TikTokda göstərirlər ki, bir kənd, bir qəbirstanlıq yanıb. Ancaq şəhidin qəbrinə heç nə olmayıb. Onun həndəvərində güllər də bitib. Heç nə də olmayıb. Siz elə anaların balalarısınız ki, siz özünüz analar qəhrəmansınız. Siz özünüz qəhrəmansınız ki, bizim balalarımız həqiqi qəhrəmandır. Yalandan elə özlərin qəhrəman sayanlar da oldu. Yalandan küncdə bucaqda gizlənənlər də oldu. Onlara qəhrəman adı verildi də. Mən onu, düzdür, sizin balalarınız 44 gündə şəhid olub. Ancaq mənim balam 2 il sonra şəhid oldu. O çox şeyləri bilirdik. O çox şeyləri eşitmişdim. Mən bu işə hazır idim. Hər dəqiqə gözləyirdim ki, nəzərə nəsə olar. Mən Nəzərin şəhid olduğum 44 gün müharibədən əvvəl görmüşdüm. Müharibə qutardı. Deyirdim, yuxunu görürdüm. Görürdüm ki, bax siz anaları görürdüm. Topa görürdüm, bizim küçələrimizə gəlirsiniz. Yuxudan durub deyirdim ki, öz yaxınlarıma, bacıma, qardaşıma, deyirdim ki, mən belə bir qəribə yuxu görmüşəm axı. O yuxunu bir dəfə yox, Nəzər şəhid olana qədər ən azından 10 dəfə gördüm. Hələ üstəlik özüm də
Hadisənin içindəyəm. Oradan deyirəm bacılarıma, qardaşlarıma deyirəm ki, orada halvanı çalın, burada yuxanı çalın. Onu mən görürdüm. Hər saniyə görürdüm. Yenə deyirəm, analar, yenə özümə deyirəm, gözümlü olaq. Ciyər paramız gedib, onları yaşatmaqdan ötürü biz yaşamalıyıq ki, onlar yaşasın. O şad, yerin rahat olsun, balam. Onsuz orada samuz bir-birinizlə görüşürsünüz. Analar, yenə sizə deyirəm, Allah bizim bolluğunuza səbrimizi versin. Bugünkü günü bizi tək qoymadınız. Allah hamımızdan razı olsun. Bir də elimizə, obamıza pis gün göstərməsin. Pis bir cavan bala rəhmətə getməsin. Hamımıza təşəkkür edirəm. Buradan hamımız bizə evə gedərsiniz. Tədbirimiz evdən davam edəcək. Çox sağ olun. Sağ Thank you.